valideyn övladıyla ünsiyyəti o qədər maraqlı bir formaya gətirməlidir ki, uşaq valideyni ilə ünsiyyətə can atsın. Valideynlə ünsiyyət maraqlı olmalıdır. Necə? Ən vacib məsələlərdən biri valideynin uşağını dinləməsi. Araşdırma aparıldı. Deməli, 2 dənə zümrə var uşaqlar. 1. Məktəbdə çəkinirlər. Müəllimlə danışmağa bunların həvəsi yoxdur, söz bazalarda yoxdur. Birazcık qorxurlar, çəkinirlər. İkinci növ uşaqlar var. Bunlar rahat özlərini ifadə edirlər, danışırlar. Deyir ki, araşdırma aparıldı bunların evlərində. Nəticə dəhşətdir. Nəticə budur ki, o uşaqlar ki, məktəbdə müəllimlə danışmaqdan çəkinirlər, qorxurlar. Onların evdə valideynləri onlarla danışmırlar. Ona görə söz bazasında formalaşmır. Bəs uşaq söz bazasını harada formalaşdıracaq? Onların təfəkkürü də inkişaf eləmir. Ramiz Rövşən deyir ki, mən bir tozam, azadam göy üzündə. İnsan nə vaxt göy üzündə uçur, təfəkkürü azad olur. O vaxt ki, ona bir sərbəstlik verilir. Amma ikinci zümrə uşaqlar deyir, valideynləri onlarla çox danışırlar. Valideynə yersiz sual verir, qoy versin. Yersiz sual versin. Eybi yoxdur. Əziz valideynlər, istəyirsinizmi uşağınız xoşbəxt olsun gələcəkdə? Təbii ki, bütün valideynlər istəyir. Yol budur. Hövsələli olun, onlarla çox danışın, çox ünsiyyətli olun, oynayın onlarla, onlara zaman ayırın. Onda uşaq görəcək ki, mən dəyərli bir varlığam. Onda artıq uşaq vaxtından şəxsiyyət formalaşacaq. Yavaş-yavaş. Cinayətkarları araşdırıblar. Bir çoxu o şəxslərdir ki, onların şəxsiyyəti alçaldılıb uşaq vaxtından. Həzrət Əlinin bir hədisində deyir, qarşındakı insanı alçatma, şəxsiyyətini alçatma. Çünki şəxsiyyətini alçatdığın insandan hər cinayət gözləmək olar artıq. İnsanın ən sevimli varlığı onun şəxsiyyətidir. Sən onu alçaldandan sonra o bütün cinayətləri alacaq. Uşaqlarımızı maksimum səviyyədə elə etməliyik ki, onlara dəyər verək. Dəyər necə verək? Bax, bu cür yolu. Bunlarla söhbət ediyor. Vəssalam. O çox suallar verə bilər, yersiz suallar verə bilər, qoy versin. Nə qədər çox danışsaq, onun təfəkkürü bir o qədər inkişaf eləyəcək. Söz bazası formalaşacaq, içindəkilər hamısı yatacaq. Sonra o cəmiyyətə gözəl bir övlad kimi, gözəl bir vətəndaş kimi çıxacaq.